Müasir Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, şair, tərcüməçi, publisist, əməkdar mədəniyyət işçisi, Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin direktor müavini Vaqif Bəhmənlinin 70 illik yubileyi tamam olur. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon mərkəzləşdirilmiş kitabxana sisteminin Mirzə Şəfi Vazeh adına mərkəzi kitabxanası Yasamal rayon Heydər Əliyev mərkəzində şair, publisist, tərcüməçi Vaqif Bəhmənlinin 70 illik yubileyinə həsr olunmuş ədəbi musiqili tədbir keçirilib. Tədbir iştirakçıları böyük qələbə, tarixi zəfər sevincini bizə bəxş edən, vətən uğrunda canlarından keçən igid şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad etdilər. Tədbiri giriş sözü ilə açan tarix üzrə fəlsəfə doktoru, fəxri mədəniyyət işçisi, Mərkəzi Kitabxananın direktoru Lətifə Məmmədova Vaqif Bəhmənlinin yaradıcılığı və yeni nəşr olunmuş kitabları haqqında məlumat verdi. Bu tədbirdə 147 nömrəli Texniki Humanitar Liseyin şagirdləri, 225 nömrəli məktəbin şagirdləri iştirak edirlər və onlar yubilərin şeirlərini səsləndirirlər. Vaqif Bəhmənli yaradıcılığında insan hisslərini, duyğularını ifadə edən ən gözəl şairlərimizdəndir. Onun şeirlərində insan düşüncəsi, insanı yaşadan hisslər var. Bir şair ki, Allahın ətəyindən yapışmaq üçün sözdən nərdivan düzəldir, bütün dünyanı gözəl görür və onu beynində yaradaraq şeirlərində ifadə edir, bizim düşüncə tərzimizi genişləndirir, əlbəttə ki, bu fövqəladə bir istedaddır. O yaradıcılığında səmimidir, dürüsttür, insanlara əxlaq aşılayandır, insana ən gözəl duyğuları yaşadandır. Azərbaycan poeziyasını kərpic daşları ilə quran şairdir. Vaqif Bəhmənli vətənə, dünyasını dəyişmiş valideynlərinə, müasir problemlərə həsr etdiyi şeirlərini söylədi. Yasamal rayon Heydər Əliyev mərkəzinin mənim yaradıcılığımla bağlı belə bir tədbir hazırlamağı və bu qədər yüksək səviyyədə rəngarəng uşaqların şeirləri söyləməyi ilə, eyni zamanda gözəl muğam parçaları ilə, xalq mahnıları ilə bəzədilməsi mənə elə gəlir ki, çox belə xoş oldu şəxsən mənə görə. Mən bu gözəl tədbiri təşkil elədiyinə görə öncə deməli Yasamal mərkəzləşdirilmiş kitabxana sisteminə Lətifə xanıma ürəkdən təşəkkürümü bildirirəm. Vaqifin şairliyi haqqında mənə söz demək düşməz. Mən də bir yaradıcı insanam təbii olaraq və onun demək olar ki, bütün əsərlərinin, bütün kitablarının redaktoru mənəm. O kitabları mən redakt eləmişəm. Yəni ailə olaraq bütün bu kitabların, əsərlərinin ərsəyə gəlməsində ailəlikcə həm oğlumun, həm qızlarımın, nəvələrimin belə əməyi olub. Bir şairlə yaşamaq həqiqətən də asan iş deyil. Bunu şair xanımlar çox gözəl bilirlər. Amma bir şairin xanımı olmaq da böyük bir qürur hissidir. Babamı ad günü mübarək olsun. Onun adını daşıdığıma görə fəxr edirəm. Şairin həyat yoldaşı, yazıcı Rəhilə Gülgün tədbir iştirakçılarına ürək sözlərini söylədi və şairlə qürur duyduğunu bildirdi. Tədbir bədii hissə ilə davam etdi. Sara Nəsirova, Sahib Səfərov, TV1.